2013-cü il üçün dövlət büdcəsi layihəsində şəkərli diabet üzrə dövlət proqramında 33,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu 2012-ci ilə müqayisədə 21,5 milyon manat çoxdur. Vəsaitin artırılması şəkərli diabet xəstələrinin dərmanla və bir sıra avadanlıqlarla təchiz olunmasına yardım edəcək. Şəkərli diabet xəstələrinin Lənkəranda vəziyyətinə gəlincə isə Mərkəzi Xəstəxananın endokrinoloji şöbəsinin həkimi Aygün Qasımova bildirdi ki, dəqiq diaqnozlar qoyulma imkanları genişləndiyindən qeydə alınanların sayında artım var. Hal-hazırda Lənkəran rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsinin endokrinoloji kabinetində 3616 şəkərli diabet diaqnozu ilə xəstə qeydiyyatda durur. Son 6 ay ərzində, məsələn götürək, biri yanvarın 1-i 2012-ci il tarixində bizdə 3173 xəstə qeydiyyatda olur. Son 10 ay ərzində xəstələrin sayı 443 xəstə ilkin şəkərli diabet qeydiyyata götürüb. Həkim həmçinin xəstəxanada diabet xəstələri üçün maarifləndirici məktəb olduğunu da diqqətimizə çatdırdı. Diabet məktəbində həm şəkərli xəstələr, həm də onlara risk qruplarına dərslər keçirilir. Risk qruplarına dərslər keçirməyinin məqsədi ondan ibarətdir ki, gələcəkdə şəkərli diabetin sayını, xəstələrin sayını azaltmaq. Bəs görəsən diabet xəstələri dövlətin onlara verdiyi imtiyazdan necə yararlanır? Lap yaxşı təmin olmuşam. Gəlmişəm, dedilər ki, burada aparat verirlər. Mən də gəlmişəm, müraciət elədim. Mənə aparat verirlər, pulsuz təmənnası. Sağ olsunlar, bizə yaxşı xidmət edirlər. Bu şəkərli ölçmək üçün aparat da veriblər, havayı. Qeyd edək ki, diabet üzrə dövlət proqramına uyğun olaraq şəkərli diabet xəstələrinin diaqnozu qoyulduqdan və onlar dispanser uçota götürüldükdən sonra artıq dərman preparatları ilə təmin olunmalıdır. Günay Əlizadə, Elviz Nəsirli, Xəbər xətti.